Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Əziz və dəyərli müsəlmanlar, dəyərli bacı və qardaşlarım, dəyərli dinləyicilər. İlk öncə özümə, sonra sizin hər birinizə uca və böyük olan Rəbbimizdən haqq təqvası ilə qorxmağı nəsliyyət edirəm. Həqiqətən də Allah Subhanahu wa Taala mübarək kitabında buyurur ki, sizin ən hörmətliniz Allahın dərgahında Allahdan ən çox qorxanınızdır, yəni təqvalı olanınızdır. Allah Subhanahu wa Taala'dan qorxmaq, üzərimizdə olan əmrləri yerinə yetirmək, nəyi ki bizləri qadan edibsə, nədən ki çəkinməyi əmr edibsə, o şeylərdən uzaq durmaqla bu sifəti qazanmaq olar. Yəni təqvalı olmaq olar. Deməli bu şəkildə gördüyünüz simalar hər birisi müasir dövrümüzdə yaşayan və yaxud da bəziləri bu təzəlikcə dünyalarını dəyişiblər. Öz sahələrində, yəni dediyim kimi yenə təkrar edirəm, öz sahələrində tanınmış insanlardır. Tanınmış simalardır dünya üzrə. Məsələn, içlərində elələri var ki, fizikadan, eləsi var ki, astronomiyadan, eləsi var ki, həkimlik sahəsindən. Yəni, böyük bir dünyavi elmə sahiblər. Lakin, əksəriyyəti ateist olub. Yəni, əksəriyyəti bunların ateist olub, dəyərli dinləyicilər. Özdə bilirsiniz ki, ateizm iki qismə bölürlər. Və deyirlər ki, birinci qism ateistlər radikal ateistlərdir, hansı ki onlar bilirsiniz ki, ateizm təkcə İslama qarşı deyil, düzdür, bizdə olanlar İslama qarşı döyüşürlər, bədbəxtlər, amma ümumən ateizm dinlərin hər birini inkar edən kəsdir. Radikal olan ateistlər var ki, onlar bütün dinlərə qarşı sərt mövqedə olur və bunların içərisində 30 ilini, 40 ilini, 50 ilini, yəni 50 yaşa qədər dinlərə qarşı döyüşən şəxslər olub və bu dinlərə qarşı kitablar yazan, insanları dinlərindən uzaqlaşdırmağa çalışan, yaradıcının olmadığını insanlara sübut etməyə çalışan burada gördüyünüz simalar var. Hansı ki, öz məşhur kitablarını yazıblar bu sahədə. Və onların əksəriyyəti də radikal olub. Və həmçində ikinci qrup ateistlər, onlar heç bir dinə mənsubiyyəti yoxdur. Sadəcə öz ateist həyatını yaşayır, yəni bədbəxt bir həyatını yaşayır. Deməli, bizdə də var, bizdə düzdür təzə, o yağışdan sonra göbələklər kimi təzə bir düzəlir bu ateistlər. Çünki bizim əlhəmdülillah məmləkətimiz, dövlətimiz müsəlman ölkəsidir və əhalinin demək olar ki, 90%-dən çoxsu müsəlmanlardır, Allah həmd olsun. Və məscidlərimiz var, ibadət etdiyimiz yerlərimiz var, cümələrimiz qılınır, bayram namazları keçirilir. Ona görə də bu ateistlər yeni düzəlirlər və insanların ürəklərini bulandırırlar sosial şəbəkələrdə. Yəni buradan o cılızlara demək istəyirəm ki, mənim bura topladığım sadəcə bəziləridir, hansı ki onlar öz ömürlərini, yəni bizdə olan ateistlər, dəyərli dinləyicilər, yəni savad cəhətindən, yəni necə götürüm, mən necə izah edim ki sizə ki, biləsiniz ki, yəni bunlarla savad cəhətindən götürsən, bizdəkilər elə bir sıfırdadırlar da, təzə ibtidai sinifdədirlər. Bunlar artıq universitetin hansısa bir doktoranturada və yaxud da asistantlar və s. də, yəni o səviyyəni, yəni mən sizə səviyyəni göstərirəm. Yəni bizdə olan ateistlərlə bu simalar ki, var, göstərmişəm burada ateistlərə. Yəni səviyyə o qədər aralarında fərq var. Deməyim odur ki, burada olan simalar hansı ki dinlərə qarşı döyüşüblər, yaradıcının, yəni Allahın olmadığını insanlara sübut etməyə çalışır və dinlərin boş bir şey olduğunu sübut edir və əksəriyyəti sonradan yaradıcının olduğunu inancına gələn kəslər olub. Yəni ömürlərinin sonlarında. Misal üçün burada kitabını da qoymuşam onun. Deməli Anthony Flew adlı, bizdə də var kitab, Ali və Nino kitab, deməli kitab evində satılır onun kitabı. Anthony Flew və həmçində Richard Dawkins var. Həm dost olublar, ikisi də İngiltərədəndirlər. Böyük Britaniya. Deməli, insan bütün ömrünü yəni dinlərin olmadığına həsr edir. Lakin
2010-cu ildə dünyasını dəyişib. Səhv etmirəmsə 2006-cı ildə belə bir kitab yazıb. Görürsüz, o kitabı qoymuşam ora. Yanılmışam, Tanrı varmış. Və hətta böyük bir rezonansa səbəb olur. Demək olar ki, o ateistlərin içərisindəki, yəni 50 ilini dinlərin olmadığına, yaradıcının olmadığına sərf edən bir insan yaşlarının sonlarında gəlir, yanılmışam, Tanrı varmış deyə, yəni Allah varmış deyə belə bir inanca gəlir çatır. Və hətta digər ateistlər tərəfindən çox sərt şəkildə nə edilir? Qarşılanır. Lakin insan hər halda yəni hansı məsələdə dəyərli dinləyicilər, yəni hansı məsələdə bu dünyavi elm sahibləri gəlib ilişiblər. Məsələn, insanın yaradılışı DNK məsələsində. Mükəmməl. Allah Subhanahu taala Quran-ı Kərimdə buyurur ki, biz insanı ən gözəl biçimdə xəlq etdik. Allahu akbar. Yəni insanın yaradılışı həqiqətən mükəmməldir. Vallahi ki, insan özü tək qaldıqda, yəni təklikdə oturub bir fikirləşsə, düşünsə ki, yəni Allah Subhanahu taala məni nədən xəlq edib? Yəni görün insan, yəni Allah Taala insanı necə yaradıb ki, insan hansı haldan o körpə vaxtından böyüyərək, yetişərək necə gəlir o qoca bir çağına çatır. Necə ki Allah Taala Quran-ı Kərimdə də buyurur ki, biz onun qocalığının ən düşkün bir çağına gətirib çatdırarıq və uşaq kimi olar. Həqiqətən də görürsən ki, yaşlı insanlar daha kövrək, daha tez inciyən olurlar. İnsanın üzündə ağ tüklərin çıxması, bu ölüm mələyinin elçiləri də deyir, gəlir insana. Saçların ağarması və s. Yəni bunlar əbəs yerə deyil, dəyərli dinlər. İnsana xatırladır Allah Taala ki, sən yəni Allahın dərgahına gedirsən. Sən gedirsən sorğu-suala, sən gedirsən Rəbbin barədə, peyğəmbərin, dinin barədə soruşulmağa. Yəni ayıl. Allah Subhanahu taala insanı görün necə gözəl və yaradıb ki, Allah Subhanahu taala Quran-ı Kərimdə bizə misal çəkir bu barmaqları. O müşriklər, o kafirlər, o ateistlər deyirlər ki, yəni biz öləndən sonra, torpağa gedəndən sonra, yəni Allah Taala bizi necə yaradacaqdır? Allah Subhanahu taala deyir ki, mən onları yaradacağam. Əvvəlki vəziyyətə gətirəcəm. Hətta barmaq uclarını deyir belə yaradacağam. Alimlər deyirlər ki, niyə görə Allah Subhanahu taala məhz barmaq uclarını dedi? Yer üzündə neçə milyard insan var? Hatta 7 milyard yaxın insan var da. Və Adəmdən bu günə və qiyamətə kimi yer üzündə nə qədər milyardlarla insanlar gəlib gedib. Heç birinin barmaq ucları eyni deyil, dəyərli dinləyicilər. Yəni təsəvvür edin. Ona görə də o cinayətkarı axtaranda da görmüsünüz barmaq ucları ilə axtarırlar. Allahu akbar. Allah Subhanahu taala görün insanı necə gözəl xəlq edib, necə gözəl yaradıb. Sadəcə bu şeyləri mən bilirəm ki, o ateistlər var ki, hansı ki yaradıcını inkar edirlər, Allahın olduğunu inkar edirlər. Onlar özləri təkliyə qapananda özləri bilirlər ki, səhvdirlər. Özləri bilirlər ki, düz danışmırlar. Çünki bu Anthony Flew hansı ki var, o yaradıcını yanılmışam, yəni Tanrı varmış deyə. Onun həmin o kitabdan bəzi stat sözləri var. Yəni o insan özü etiraf edir ki, yəni bu şeylə dirəşməyin yeri yoxdur. Yəni yenə də deyirəm, bizdə olan ateistlərlə bunların bilik səviyyəsi müqayisə ediləsi deyil. Yəni bunlar kosmosdadılar, bizdəkilər hələ imeyləyirlər. Yəni bunlar dünyaca məşhur olan insanlardır. Bu simalar hansı ki müasirlərdir. Yəni 50 ilin, 100 ilin deyil. Müasir dövrümüzdə yaşayan alimlərdir. 2010-cu ildə dəyişib Anthony Flew dünyasını. Ona görə də yəni bu cür insanların hansı ki onlar sonradan yaradıcının olduğunu nə etirib, etiraf ediblər DNK ilə və bəziləri astronomiya, bəziləri fizika sahəsində. Yəni gəlib elə yerlərə çatıblar ki, orada artıq yəni elm gücsüzdür. Elm cavab tapa bilmir. Ona görə də məhz bu videonu çəkdim ki, dəyərli dinləyicilər, və bəzi ateistlərdən misal gətirəcəm sizə. Onları göstərəcəm sizə ki, yəni özünüz getsinlər, heç olmasa onların kitablarını alsınlar, oxusunlar özləri. Məsələn, burada var Francis Collins var. Amerikalı genetikdir.
və həmçinin həkimdir. Və hətta deyilir ki, 22-ci ildə müvəqqəti olaraq Joe Bidenin elmi işlər üzrə məsləhətçisi vəzifəsində işləyib 22-ci ildə. Deməli, sonradan özü xristianlığı qəbul edir. Yaradıcının olduğunu edir, xristianlığı qəbul edir. Məsələn, burada var Alan Sandage var. 2026-cı ildə doğulub, 2010-da dünyasını dəyişib. Ən 50 yaşında ateist, 50 yaşına qədər ateist olan birisi sonradan deyir, xristianlığa nə edir? Başvurur və açıq aydın xristianlığın təbliğatını aparan birisi olur. Və deyir ki, Hubble adında eşitmişsiniz, yəni o mikroskop olub da, Hubble mikroskopu Amerikada. Deməli, onun assistenti vəzifəsində işləyib və astronom olub, kosmos sahəsində böyük bir nailiyyətləri var və sonradan dediyim kimi xristianlığı nə edir? Qəbul edir. Və həmçində burada John Polkinghorne var, fizikdir və həmçinin Cambridge Universitetinin müəllimi olub. 40 yaşa qədər bu insan ateist olub. 40 yaşa qədər. Və sonradan yaradıcının olduğunu etiraf edir. Və burada da hər birinin şəkilləri var, dəyərli dinləyicilər. Yəni burada da hər birinin şəkillərini qoymuşam mən. Yəni hər birisinin şəkillərini qoymuşam ki, kimsə istəsə axtarmağa internetdən axtarıb onların haqqında oxuya bilər. Və yaxud da burada Clive Lewis var, İngilis poeti, həmçinin şairidir, yazıcısıdır. Deyir ki, onun deyir, eşitmişsiniz, hətta bu barədə film də çəkiblər, Xroniki Narni və onun deməli dostu olub, deməli Tolkien adında, bu da Vlastilin Kolets adlı o əsərin müəllifi olur. Onu dəvət edir. O bursu deməli 50 yaşa qədər bu insan qatı ateizmin təbliğatçısı olur. Və onu dəvət edir və sonradan o yaradıcının olduğunu nə edir? Qəbul edir, etiraf edir və xristianlığı qəbul edir. Yəni burada düzdür, Allah həmd olsun ki, yəni belə deyək də, bu mənim sahəm deyil. Mən belə deyək də, mən xoşlamıram oturub kiminləsə, hansısa bir ateistlə, düzdür deyirlər, söhbət edir. Ateistlə oturub mən ona yaradıcını izah edeyim ki, ay insan, ay ateist, sən gəl yaradıcını. Yəni bunu mən anlaya bilmirəm, bu mənə çatmır. Necə insan yaradıcını, Allah Subhanahu taalanı dana bilər? Necə Allah taalanı inkar edə bilər insan? Sanki sən elə bir sənin 50 yaşına gəlib çatmısa bir nəfər gəlir ki, yox, sənin adın Kamal deyil, sənin adın Əlidir. Yəni bu mənə belə bundan da o tərəf olan bir şeydir də. Yəni mən durum kiminləsə oturum söhbət edirəm ki, yox, Allah var ha, ay insan. Və oturub eləncə insanlarla müzakirə aparanları da mən başa düşə bilmirəm. Yəni ehtiyac yoxdur elələri ilə oturub söhbət eləməyə, nəyisə danışmağa. Vallahi ki, o bədbəxt insanlardır o. O insanlar bədbəxt insanlardır ki, o insan ki öz yaradıcını, Allahını tanımırsa o insan, danırsa o insan. Yəni Allah Subhanahu taala insanı, yəni insan, yəni dediyim kimi bu ateistlər, dəyərli dinləyicilər, bu ateistlər insanın yaradılışına baxaraq, DNK məsələlərinə baxaraq, kosmos məsələlərinə, fiziki məsələlərinə baxaraq, yəni yaradıcının olduğunu etiraf ediblər. Halbuki 40 il, 50 il ömürlərini dinlərin olmadığına sərf ediblər, yaradıcının olmadığına sərf ediblər. İndi hansısa bir ağzından süd iyisi çıxıb ortaya ki, yox, yazıb orada ki, Allah yoxdur. İnsanlara Allahın olmadığını sübut etməyə çalışır bu bədbəxt insan. Halbuki o oxuduğu o bilikləri, bu şəkildə gördüyünüz insanlar, o dünyavi elmləri hamısını yazıb qoyurlar. Bu gedir onların kitablarından oxuyur. Gəlir insanlara başa salmağa çalışır ki, Allah yoxdur. Halbuki bunlar özləri artıq nədir? Yaradıcının olduğunu qəbul ediblər və bəziləri də xristian oldular. Ona görə də, yəni Allah həmd olsun, sadəcə belə bir video çəkdim ki, yəni insanlar üçün maraqlı olar. Kimlər üçünsə hansısa bir faydaları götürər. Bundan sonraki növbəti bir videoda çəkəcəm. Orada göstərəcəm ki, bəzi ateistlər
bəzi ateistlər. Hansı ki sonluqları olduqca çox pis qutarıb onların. Bu əksər ateistlərin, dinsizlərin halı olub qardaş. Ya özlərini öldürüblər, ya özlərini asıblar, ya özlərini güllələyiblər, ya da tənhalıq içərisində ölüb məhv olub gediblər onlar. Tənhalıq içərisində məhv olub gediblər. Allahu Ekber. Allah'a emanet olun. Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu.